Deməli, bir vaxtlar Məmməd Arazın məşhur bir şeirinə yüzlərlə nəzirə yazılmışdı. Çox maraqlı bir şeir idi, çox maraqlı bir məqam idi ki, dünya düzəlmir ki, düzəlmir baba. Ona cavab yazılan şeirlər içərisində Səhlab müəllimin də öz dəst xətti oldu. Çox gözəl bir cavab yazmışdı, şeir yazmışdı ki, daşlama dünyanı çığır bağırla, neçə ki gedirik köhnə cığırla, neçə ki didişir fağırla, əzir qılsamızı yad daş yad kəsək, bu dünya düzəlməz biz düzəlməsək. Qoyaq bir tərəfə girək güzarı, dünya nə alverdi, nə qul bazarı, hamını doyurmaz tükənər varı, üstündən götürüb üstə gəlməsək, bu dünya düzəlməz biz düzəlməsək. Kim salır dünyanı pərən-pərənə, dünyanı cavabdeh yanlış görənə, biraz fikirləşib geçsək dərinə, özümüz vururuq min yanlış bəzək. Bu dünya düzəlməz biz düzəlməsək. Azmı mən deyib döşlərə çırpdıq, azmı dinc başları daşlara çırpdıq, sonra da dizlərə başlara çırpdıq, ona divan tutan divanələr tək. Dünya düzələrmi biz düzəlməsək? Bu dünya düzəlməz biz düzəlməsək.